2025-ci ildə burada bir nəfər fikirləşsin ki, 13-cü əsrlərdə gündəlik həyat tərzi nə idi? Elə alınırdı da. Yəni ədəbiyyat, yazılı ədəbiyyat ötürülür, qalır. Bəli. Ona görə də biz yazılı ədəbiyyata üstünlük verdik bu hissədə. Görürsünüz, digitallar var, o vaxt kasetlər var idi, bu gün yoxdular. Bəli. Nə qədər adam onu köçürtdü, bəlkə bir 90% köçürtmədi, elə orada qaldı. Eynən. İtdi, getdi. Düzdür? Amma kitab qalır axı. Bu bugünün marketinqində ona xidmət eləyəcək. Yəni hətta mən bu gün ilk kitabımız 15-ci ildə çıxıb, 10 il əvvəl çıxıb. Oturub oradakı dərdlərə, sərlərə baxırsan ki, bu gün necə sizə başqa cür gəlir. Amma həm də başa düşməyə çalışırsan ki, bax, 2025-ci ildə məsələn universiteti dünən bitirmiş gənc oxu gör ki, 15 dənə problemlərimiz var idi. Biz hardan hara gəlib? Daha təkmildir. Büdcələr biraz fərqlidir. Aha. Elə yeri gəlmişkən, gələcəyin marketinqi və bugünün marketinqi deyirsə, burada datadan və süni intellektdən yan keçə bilmərik. Artıq elə bir vəziyyətə gəlib ki, bir çox insan, yəni mənə də görən soruşur ki, düşünmürsən ki, süni intellekt sənin işini sənin əlindən alacaq. Yəni bu hər zaman bu sualı verirlər. Və mən də istərdim bu tərəfdən soruşum ki, çünki bilirəm ki, ötən gündə çox böyük bir tədbir keçirdiniz. Tədbir demək əslində haqsızlıq olur. Bu böyük bir forum idi. Kifayət qədər süni intellekt, DAP, data istiqamətində idi və bugün biraz həm tədbir haqqında soruşmaq istərdim ki, məsəl üçün gözləntilərinizi doğrultdumu, öyrənmək istədiyi, yəni insanlar gələn tərəfdən demirəm, sizin özünüzün soruşuram ki, gözləntilərinizi doğrultdumu, gələn qonaqlar sizin istədiyiniz cavabları qonaqlar üçün çatdıra bildimi, iştirakçılara çatdıra bildimi, yoxsa elə yenə də növbəti bir tədbir idi, hamı yığıldı, dərdləşdi, dağılışdı. Yaxşı sualdır. Bizim gözləntimizi ümumi nəzərə alsaq doğrultdu. Həm bizim xaricdən spikerlərimiz var idi, həm də yerli bu sahədə fəaliyyət göstərən spikerlərimiz var idi ki, demək olar ki, mən hesab edirəm, auditoriya onların fəaliyyətindən o qədər də xəbərdar deyildi, amma əslində onlar kifayət qədər data əsaslı, süni intellekt əsaslı işlər görürlərmiş. Yəni, bu tip tədbirlərin həm də yaxşı xüsusiyyəti ondan ibarətdir ki, bu tip insanları biz üzə çıxartmağa, o fəaliyyətləri, кейsləri öyrənməyə və bölüşməyə bir platforma rolunu oynayırıq. Mən deyərdim ki, doğrultdu gözləntilərimizi, 100-ə yaxın bir iştirakçı oldu. İştirakçılar da kifayət qədər maraqlı oldu. Hətta tədbir nəzərdə tutulandan 1 saat yarımda gec bitdi və insanlar sona qədər dinlədilər. O da çox maraqlıdır ki, yəni tədbirdə axıra qədər qalmaq. Bəs belə bir sual versəm ki, Azərbaycan olaraq biz data və süni intellektdə qlobal iş dünyasından neçə il arxadayıq və yaxud da ki, çatırıq, yoxsa bəlkə də öndəyik, bilmirəm. Öndə deyilik, onu dəqiq deyə bilərəm. Deməli, bizim tədbirdə çox maraqlı bir fəlsəfi giriş var idi. Fəlsəfi giriş ondan ibarət idi ki, deməli, siz bunu bilirsiniz, birinci natural təsərrüfat olub. Natural təsərrüfatdan birinci sənaye inqilabına 5000 il lazım olub. Sonra birincidən ikinciyə isə amma 200-300 il lazım olub. Hansı ki, birinci 5000 il keçir. İkincidən üçüncüyə 80-100 il, 3-dən 4-ə cəmi 30-40 il lazım oldu. İndi 5-cini danışırlar ki, yəni belə 40 il keçib 5-cidən danışırlar. Yəni, dünya bu mövzuda çox sürətlidir. Çox sürətlidir. Bəzi şeylər var ki, onu biz etməsək, bugün etməsək, çox net görsənir ki, biz sadəcə istifadəçi ola bilərik. Yəni, istehlakçı ola bilərik, konsumerizmə yuvarlana bilərik. Gediləsi uzun yol var. Yəni, çox pessimist danışmayayım, amma gediləsi uzun yol var. Çünki biz bugün bəzi ənənəvi şeylər var ki, onu hələ oturtdura bilməmişik. Olmalı olan ənənəvi metodlar, ənənəvi. Bəli, onu, halbuki onlar artıq tamamilə süni intellektə çıxıb. Siz təsəvvürən bizim Almaniyadan bir spikerimiz var idi, elə həm yerlimizdir özü. Və elə bir şirkətdə çalışır ki, demək olar, hər il 20 milyon dollara yaxın süni intellektə pul yatırırlar, həmin investisiya eləyirlər. Yəni, orada görülən işlərə baxanda insan biraz da pessimist bəlkə də olur. Amma buna həm də optimist o mənada yanaşmaq olar ki, istifadə eləmək üçün gec deyil. Çünki süni intellekt yeni bacarıq və yeni peşələr yaradır. Alt kök tələb eləmir. Bugün sadə IQ məntiqindən siz onlara çox yaxşı promptlar verərək və yaxud alətlərdən düzgün istifadə eləyərək çox gözəl işlər ala bilərsiniz. Yəni, süni intellekt orada da bizim əsas mövzumuz bu idi ki, ənənəvi peşələrin əlindən alacaqmı o insanlardan o peşələri? Və orada sual bu oldu ki, xeyr, cavab bu oldu ki, xeyr. Çünki biz həmişə deyirdik ki, elə o vaxt elə Koroğlu'dan yazıdatsa deyirlər ki, tüfəng çıxdı, kişilik öldü, sonra filan şey oldu, belə oldu, maşın çıxdı, at getdi və s. Belə şeylər. Yəni, hər yeni texnologiya
yeni peşələr, bacarıqlar yaradır və ona uyğunlaşan insanlar da formalaşır. Heç nə ləğv eləmir. İnsanlar sadəcə keçid eləməyi, transformasiya eləməyi və komfort zonadan çıxmağı öyrənməlidirlər. Çox yaxşı mesaj oldu burada ki, yeni peşələr, bacarıqlar yaranacaqdır və onu da istifadə eləmək insandan çox fövqəladə belə konseptual nəzəri biliklər tələb etməyəcəkdir. Rafiq bəy, bilirəm ki, bu forum təşkilatçılıq işləri çox çətindir və insanları bir araya toplamaq, şəbəkələşmək çətindir. Mən adi bir 30-40 nəfər bir yerə yığa bilməm. Nəinki 35 nəfər yığa bilmirəm bir yerə. Çünki bununla mütəmadi insanlarla ünsiyyətdə olmaq, mütəmadi o qonaqları çağırmaq, hər birini diqqətdə saxlamaq, hələ spikerlər məsələsinə toxunmuram. Amma birinci sualım bu olacaq ki, bir forumu uğurlu eləyən spikerləridir, yoxsa iştirakçılarıdır, yoxsa o forumun mövzusudur? Əlbəttə ki, təşkilatça toxunmuram hələ. Əlbəttə ki, birinci o mövzuya tələb olmalıdır. Aha. Və digər hissə isə ən önəmli hissə kontentdir. Yəni o kontent nədir, hansı mövzu ətrafında danışılacaqdır və ikinci təbii ki, spikerlər, ondan sonra auditoriya. Bəs bunun çətinliyi tərəfinə baxsaq, necə bu işi belə seçmisiniz? Yəni ehtiyacı hardan gördünüz ki? Çünki ölkədə əslində kifayət qədər tədbir təşkil edənlər də var. Belə baxanda, düzdür demirəm, keyfiyyət olaraq kim necədir, buna toxunmuram. Amma bir tərəfdən də baxdığım zaman görürəm ki, yəni hər şey bir qadı. Məsələn, günü bugündə artıq necə deyir, canınızı qoymusunuz və nasazlamısınız da. Çünki mən hər tədbir təşkilatçıdan sonra mən bir həftə özümə gələ bilmirəm. Yəni yataqdan qalxa bilmirəm, o dərəcədə ağır keçirdirəm. Bunu necə belə üstlənmisiniz? Bizim hər tədbirimiz ən azı 5 ay zaman tələb edir bizdən. Ortalama paralel bir neçə tədbir keçirəndə isə artıq bir neçə tədbiri 5 ay içində paralel aparmış oluruq. 30-a yaxın komanda üzvü iştirak eləyir, böyük bir zəhmətdir, özünüz də daha yaxşı bilirsiniz. Burada iş təkcə həm iştirakçılarla bağlı deyil, elə var ki, misal üçün hər bir nəfər bilet alır, şirkətdən alır, onun əməliyyatları var, müqavilə, sənədləşməsi, mühasib işləyir. Yəni 5 aylıq bir çətin, gərgin bir perioddur. Bu sahəyə gəlmək deməzdim ki, çox da planlı oldu. Əslində bu həvəs üzərinə yola çıxılmış bir iş idi. Sadəcə həvəs və hobbi bu işdən bizə daha çox zövq almağa imkan verdi və bir də ayıldıqca artıq bir neçə tədbir təşkil edirik. Yəni, əslində doğrudan da həvəs olmasa mümkün deyil bu işin altına qalxmaq. Əslində Şəbnəm xanım, bunu mənə elə gəlir, biz bir dəfə də sizinlə danışmışıq. Bəzən insanlara elə gəlir ki, hər şey çox planlı olmalıdır. Mən özüm də həyatda planlı insanım. Yəni hər şey dəqiqdir, vaxtı var və s. Amma iş məsələsində görürəm ki, ötən 20 ildə heç bir öz adıma uğur dediyim şeyi planlamamışdım. Bu belə gətirdi, belə gəldi. Oradan özüm üçün çıxartdığım qənaət budur ki, insan düz bildiyini səmimi olaraq, niyyət olaraq əlindən ən yaxşı gələn formada etməlidir. Ondan sonra o məcra onu hara aparacaq? Onu bəlkə biraz talih, biraz bəxt, biraz insanın öz bacarığı və s. təyin edəcək. Amma o mənim öz nümunəmdə görürəm ki, əvvəldə getmək istədiyim yoldan fərqli bir yoldur. Amma müqayisə eləsək ki, bu mu daha yaxşıdır, yoxsa mənim planladığım mı? Mən hesab edirəm ki, insanın başına gələn daha xeyirlidir. Yaxşı və pisi qoysam qırağa, daha xeyirlidir. Çünki biz elə bilirik ki, bəzi şeylər bizə xeyirlidir, amma bəlkə dərinə getsək görərik ki, o qədər də o gün üçün xeyirli deyil. Mükəmməliyyətçilik var. Bir çox insanda bu qarşısını alır və addım atmağa da qoymur da. Tutaq ki, tədbir işi də elədir. Çünki hər şeyin mükəmməl olmasını istəyirsən. Amma gəlir bir elementar bir, bəlkə də əvvəlcədən məşq elətdirmisən, hər şey qaydasında, amma bir texniki səhvlə, yəni başlayırlar ki, yaxşı təşkil olunmamışdı falan. Amma adamı incidir axı bu xətrinə dəyər, nə qədər olsa da. Bəli. Biz onu artıq o cür qəbul etməməyi öyrənmişik. Çünki əvvəllər belə idi ki, məsələ, biz çox minimal xərclərlə bu işi başa gətirib, amma özümüzün qoyduğumuz efortu və s. pul kimi nəzərə almayıb bu tədbirləri təşkil edirdik. Mənim yadıma gəlir ki, bizim ilk tədbirimiz 13-cü ildə olmuşdu. 2013-də. O vaxt üçün indi 12 il öncə idi. Yəni biz 7 manata nahar təşkil edirdik və çalışırdıq ki, 2 dəfə coffee break, bir dəfə nahar və 7 manat. Bunu catering şirkətindən danışırdıq. Catering şirkəti plasmas stəkanlar və s. Onunla belə yazırlar ki, yemək yaxşı deyildi, nə bilim, stəkan qırıldı, düşdü falan, nəsə oldu, belə şeylər. Zaman keçdikcə biz başa düşdük ki, yox, müştərilərin gözləntisi artırsa, keyfiyyət artmalıdır və ona müvafiq ödəniş də artmalıdır ki, sizi o tip məsələlər incitməsin. Amma yenə dərinə geçsək, burada elə bir zəhmət var ki, o zəhməti tərəziyə qoymaq olmur. Yəni o
alternativ istənilən başqa bir sahəyə bu enerjini versəz, bəlkə daha yaxşı nəticələr əldə eləmək olar. Amma zaman da keçdikcə mənim qəbul elədiyim bir həqiqət var ki, hər şey pul deyil, bir və insan sevdiyi işi görməlidir. Məsəl üçün, siz də tutaq ki, müəyyən bir qərar vermisiniz, öz sevdiyiniz işlə məşğulsunuz. Burada artıq məbləğin azlığı, çoxluğu rol oynamır. Özünüzü siz necə hiss edirsiniz? Bugün 21 noyabr 2025-ci ildir də. Yəni, bugün bir də olmayacaq. Eynən. Siz bu günü daha dolu sevərək yaşayırsınız. Çünki belə baxırsınız ki, həyatdan, ömürdən gəlir, vaxtlar keçir. 10 il qabaq da harasa tələsirdiniz, bu gün də tələsirsiniz. Yəni, iş bitmir. İş bitmirsə, onda heç olmasa elə eləyək ki, ömür belə deyək də, hiss edə-edə keçsin. Həm də zövq alaraq, bir işdən zövq alaraq. Çünki doğrudan da elədir, günün yarısının çoxunu biz iş yerində keçirdirik, gördüyümüz işlə keçirdirik. Misal üçün, mən günün bir hissəsini ofisdə keçirdirəm, marketinq sayəsində. Sonra müəyyən səsim bura gəlir. Buradan sonra təlimə gedirəm. Mən deyək ki, sən yorulmuşsan, deyirəm ki, mən o qədər zövq alıram ki, hər bir işimdən. Mən günün sonunda sanki bir işdə işləmişəm, sizin kimi 9-da gedib 6-da gəlmişəm kimi hiss edirəm özümü. Heç bir halda bu yorğunluqdan söhbət gedə bilmir də. İndi istəyirəm biraz marketinq tərəfinə keçim ki, Azərbaycanda bugün şirkətlər tərəfində artıq hər kəs öz departamentini açır, əlavə kənardan xidmətlər alanlar da var, amma daha çox daxildə marketinq strukturlarını qururlar. Sizcə günü bugünkü mənzərə necədir? Azərbaycandakı şirkətlərin marketinq departamentləri, marketinq mütəxəssisləri kifayət qədər uğurludumu, yoxsa biz hələ yolun çox əvvəlindəyik? İstənilən işi uğurlu etmək olar, o işdə axıra kimi getsən. Səbirli olsan. Azərbaycan şirkətlərində bugün gördüyüm ən böyük səhv, istər şirkət olsun, istər agentliklərdə olsun, çox tez-tez məcra dəyişmələridir. Məsələn, tutaq ki, agentlikdir, açılıb, bir neçə müştəri ilə işləyir, sonra bu və ya digər səbəbdən müştəriləri azalır, tez həmin sahəsini dəyişir və yaxud istiqamətini dəyişir. Və ya tərsinə, şirkətdir, departamenti var, sonra qərara gəlir ki, agentliklə işləsin, bir müddət agentliklə işləyir, sonra bir də qərara gəlir ki, yox, departament qursun özünə və başlayır orada və nəticədə hər gedilmiş yol müəyyən qədər səhvli düzülü bərkimiş yoldur. O yolu hər dəfə dəyişəndə yenidən özünü torpaqlığa salır, asfaltdan götürür, salır təzədən torpaqlığa və burada ən dəyərli bir şey itirilir, zaman. Bəli. Yəni, biz vaxt itiririk orada. Bugün mən düşünürəm ki, artıq istiqamət agentliklərdən şirkət daxilinə keçib. Amma bu daha mı doğru yoldur, daha mı yaradıcı, effektiv yoldur, səmərəli yoldur, ona şübhə edirəm. Çox böyük şübhələrim var. Niyə? Adətən deyirlər ki, məsələn, sahibkarlarla və yaxud ki, biznes sahibləri ilə deyək də, danışdığın zaman deyir ki, yox, kənardakı mütəxəssis mənim işimin içində deyil, o mənim işimin nəbzini tuta bilmir, amma burada mən saxlayacağım əməkdaş bütün prosesin içindədir, daha cəld hərəkət eləyəcək, daha sürətli qarşılıqlı reaksiya vermiş olacaq və işimi bilmiş olacaq. Bəli, bu ənənəvi arqument deyil. Bəli. Amma orada çox yaxşı koordinatora ehtiyac var. Vacib deyil ki, orada tutaq ki, bir marketinq departamentində olmalı olan hamı sizin işçiniz olsun. Biz bugün öz nümunəmi deyim, tədbir təşkilatçısıyıq. Bəli. Tədbirdə ən azı işlədiyimiz 30-a yaxın vendor var. Biri çap işini görür, biri qeydiyyat işini aparır, biri hələ bir iş görür də, bilirsin. Onda mən ən azı bir müəyyən müddət özümü sıxaraq o işlərin hamısını daxilimdə qura bilərəm. Amma mən onların heç birini eləmirəm. Hətta mənə çox təkliflər olur ki, gəl filan tədbirdə hər dəfə sizdə Davos masaları olur, götürün onları, alaq pulla, nə bilim filan proqram olur, onu götürün, alaq elə özümüz eləyək və s. Məsələ onu mənim idarə edib edə bilməyəcəyim mövzusu da deyil. Mən ona fokuslanmaq istəmirəm. Bizim güclü tərəfimiz nədir? Prosesi düzgün koordinasiya eləmək. Və mən beynimin bir küncündə də görəsən Davos köhnəldi, köhnəlmədi, onun ekranına çart düşüb, düşməyib, çirklidir yoxsa deyil, onunla uğraşmaq istəmirəm. O vaxtı, o şeyi ana işimə fokuslanıb, oradan daha çox pul qazana bilərəm. Yəni, biz bəzən qənaət elədiyimizi görürük. Azərbaycan şirkətində ən böyük məsələ budur ki, insanlar nəyisə kəsəndə qənaət ortada da görsənir. Dünən 100 manat verirdi, bugün 80 verirdi, 20 manat qənaət görsənir. Amma qazana bilmədiyini hesablaya bilmir. Yəni, bəs tərsi olsaydı nə qədər çox qazanardın? Yəni, mümkün qazancı nə qədər itirmirsən? Bugün 100 manat qazanırsan, onu kəsəndə 20-ni yaxşı görürsən. Bəlkə 300 qazana bilərdin. Onu hesablaya bilmədiyi üçün altdan kəsməyə daha meyilli olur. Ona görə mənim yanaşmam budur ki, və mən hesab edirəm ki, bu bütün şirkətlərdə də belə olmalıdır.
Ən güclü işləri nədirsə, ona fokuslanmalıdırlar. Bu gün sizin tanıdığınız qlobal markaların bir çoxusu beynini özündə saxlayıb. Qalan hər şey outsourced. O günləri mən bir məsələ eşitdim. İndi nə qədər dəqiqdir deyə bilmərəm, bəlkə də yanlışdır. Mercedes avtomobillərində önündə bir işarə var. Ön kapotun üstündə də. O işarəni belə başqa yerdə etdirirlərmiş. Hazırlatdırıb gözünə. Sükanı bir başqa şirkət yığır, təkəri başqası yığır, amma brend ümumi brend, vahid brend yaradılır. Və heç kim də fikirləşmir ki, o brendin görəsən falan detalını kim edib. Bugün bizim sevdiyimiz bir telefon markasından birinin qulaqçıqlarına Çin yazılır. Orası elədir. Bəyəm o bizim də o brendə qarşı bir şübhə yaradırmı? Yox, düz deyil. Yaratmır. Amma o məhsulu, başqa bir məhsulu həmən ölkənin alanda şübhə ilə yanaşırıq. Yəni, budur məsələ ki, onlar hər şeyə çata bilməzsən. Yəni, çörək yeyirsən deyəcək, çörək sexi açmalı deyilsin. Brendləşmə önəmlidir də, belə başa düşdüm ki, yəni bu brendin adı altında siz dediyiniz kimi də Facemark tədbir təşkil eləyir, amma misal üçün bu reklamlarda, təchizatı işlərini də outsource, amma heç kim buna maraqlamır. Hamı bilir ki, Facemark bu tədbiri bu səviyyədə təşkil etmiş oldu. Mən daha çevik oluram. Daha çevik oluram. Məsələn, mən bunu bugün alsam, istənilən texnoloji avadanlıq köhnəlir. 2 il sonra bunun daha yaxşı çıxacaq. Mən onda parkı yeniləməliyim. İndi bu texniki avadanlığa aid edilir də. Tək texniki deyil. Məsələn, orada çox nüanslar var da. İndi mən daha detallara getmək istəmirəm. Ona vaxt sərf edilir. Çeviklik itir ortada. Və biz onu dəyişə bilirik. Niyə şirkətlər üçün agentliklərlə işləmək yaxşıdır? Agentlikdir. Gəldi, bəyənmədin, dəyişirsən başqasına. Bir ayın içində dəyiş başqasına keçirsən. Amma əməkdaşın 10 nəfər yığmısınızsa, onunu da bir ayın içində çıxardıb yenisini götürmək olmur. Bəli, orası elə. Götürəndən sonra onların adaptasiyası bir xeyli çəkir. Ortada ən dəyərli zaman itirilir. Yəni, biz bəlkə də orada nə qədərsə qənaət edərik, amma mən o qənaətə zaman itirmək var. O zamanın qiyməti qənaətdən daha böyükdür. O baxımdan düşünürəm ki, insan ən güclü tərəfinə fokuslanmalıdır. Biz bu misalı bir dəfəsindən deyəsən danışmışdıq. Yəni, bizdə yanaşma necədir? Tutaq ki, bizim övladımızda riyaziyyat zəifcə aparıb onu riyaziyyatdan hazırlığa qoyuruq, düzdür? Amma bugün müasir yanaşma deyir ki, o hansı fəndə güclü bilirsə, ondan qoy hazırlığa. Qoy onu daha yaxşı bilsin. Əslində, şirkətlərdə də eyni səhvlər olur. Onlar özlərinin SWOT analizini elətdikləri zaman, sizin dediyiniz kimi, özlərində nə çatmırsa, ora fokuslanmış olurlar və güclü tərəflərindən də həmin paralel olaraq güclü tərəflərini zəiflətmiş olurlar. Yəni, öz güclərinə az vaxt ayırdıqları üçün onu itirirlər. Bəli. Bu çox maraqlı yanaşmadır. Əslində, bugün Azərbaycanda şirkətlərin nə qədəri buna riayət edə bilir? Bir də ki, siz danışdıqca mənim beynimdə bir məsələ də canlandı ki, bizim sahibkarların, mən niyə sahibkarlar və biznes iş adamlarına deyirəm, marketinqi demirəm? Çünki biz hələ də marketinqə tam səlahiyyət ötürə bilmirik və marketinq mütəxəssisinin bazar haqqında məlumatlı olduğuna tam olaraq güvənə bilmirik. Niyəsə, bu orada o səlahiyyət ötürmə prosesi hələ ləngiyir. Bu proses olduğu zaman biz bazarı nəbzini tutub, mən indi məhsulumu inkişaf elətdirməliyəm, bazardan pay almalıyam, yoxsa bazarımı inkişaf elətdirməliyəm deyə düşünə bilmirik. Yəni, bunu hələ tam olaraq maariflənməmişik, elə düşünürəm ki, misal üçün məhsul inkişafı baxımından, sizin dediyiniz kimi də, adam deyir ki, bəlkə mən əlavə bir avadanlıq işində yaxşı pul var, tədbir təşkil edirlər, bəlkə mən alım, həm də kirayə verərəm başqa birinə. Yəni, bu düşüncə girir ortaya da. Bu maariflənməni necə eləyə bilərik ki, o həmin insanların gözünü açılsın və onlar başa düşsünlər ki, birinci növbədə başlasınlar, nə bilim, məhsulların üzərində işləsinlər. Sonra bazardan pay almağa çalışsınlar yavaş-yavaş. Tanınandan sonra məhsulu inkişaf elətdirsin və yaxud da ki, bazarı inkişaf elətdirsin. Nə düşünürsünüz buna bağlı? Bu haqda mənim bir fikrim var, deyir, amma mən o fikrinə razı deyiləm. Deməli, sərt yanaşsaq, iki yanaşma var. Sərt yanaşsaq, pul itirmək lazımdır. Aha. Sahibkar pul itirməsəydin, öyrənmir. Biraz elədir, doğrudan elədir. Yaxşı təcrübə olur, amma pul da etkisi olur. Deyir, dedin, inandım, təkrarladın, şübhələndim. Yəni, bəzən bir dəfə demək bəs eləyir də, ikinci dəfə o özü həqiqətə gəlməlidir, o həmin həqiqətə özü gəlməlidir. Həmin həqiqətə sahibkar nöqteyi nəzərindən indi biz də öz safımızda bir sahibkarıq. Gəlməsi üçün, əgər o kənar deyilənlərə qulağı açıq formatda, zehni açıq formatda qəbul edə bilmirsə, o zaman özü itirib başa düşməlidir. Yəni, o bir dəfə yıxılmalıdır. Necə ki, uşaq necə olur? O yıxılır, başa düşür ki, bu incitdi onu, bir də ora getmir. Getməzsin. Bir yol budur. Digər yol isə, daha məqbul yol isə odur ki, bizdə menecer sahibkarlar formalaşsın.
Yəni bizdə ticarətdən gələn sahibkarlarda o period uzun çəkir. Maraqlı. Ticarətdən gəldikləri üçün. Bəli. Çünki onlar öyrəşiblər ki, 3 qoydun işə, 5 götürdün ki, Allah xeyir versin. Bu qısa müddətdə baş verir. Ticarət marketinqə, brendinqə münasibətdə daha uzun müddətli deyil. Daha qısa müddətli prosesdir. Ona görə də o marketinqə pul xərcləyib 3 il gözləyə bilmir. Pis olur, narahat olur. Eynən ki, bu gün pul dövrü eləməlidir. Ona görə baxın, o nəsil ki var, sahibkar nəsildir. Ticarətdən belə biznesə gəlmiş, brendinq eləmiş, korporativləşmiş şirkət olmuş şirkətlərdə bu problem yaşanacaq. Onlar da adətən mənim praktikam göstərir ki, pul itirməsə düzəlmir. Bu bir. İkinci yanaşmada təbii ki, artıq menecment, yəni müasir alətləri oxumuş insan başa düşür ki, marketinq yönlü və yaxud biznesin inkişafı istiqamətli sahibkar, o başa düşür ki, uşaq birdən-birə böyümədiyi kimi biznesdə birdən-birə böyüyə bilmir. Müəyyən addımlar atılmalıdır, müəyyən şeylər 3 il sonra üzə çıxır, müəyyən şeylər 1 il sonra üzə çıxır. Bu bir yanaşma məsələsidir. Marketinqin vəzifəsi odur ki, girdiyi şirkətin mühitini görsün, dəyişmək imkanlarını qiymətləndirsin və dəyişmək rıçaq deyək də alətlərini düzgün hesablasın. Post menecmenti daha yaxşı bacarsın. Yəni siz sahibkarınızı dəyişə bilməzsinizsə, onun təsir edən alətləri düzgün fikirləşməlisiniz ki, necə ona hansı istiqamətdə dəyişim. Çünki siz eyni sözü 2 cür deyib ona təsir edə bilərsiniz də. Əgər siz fikirləşirsinizsə ki, o pul itirməkdən çox qorxur, bəlkə o istiqamətdən fikir bildirə bilərsiniz. Və yaxud hansı istiqamətlərdən ona yanaşma çox önəmlidir. Çünki pessimizm də yol deyil də. Yəni onsuz da bizi başa düşürlər, onsuz da bizi belə eləmirlər. Siz heç bilmirsiniz bu sahəni, belə demək qətiyyən səhvdir, düz deyil. O məntiqlə həmən adam girib özü şirkət qursa 1000 cür riskə düşər. Yəni elə asan deyil. Biznes həqiqətən də asan deyil. Bu gün Azərbaycanda da elə də çox da asan bir şey deyil. İnsanın beyni yatmır. Bildiyiniz beyin yatmır. Amma buna rəğmən pessimizmə qapılmaq qətiyyən olmaz. Hər kəsin bir dili var. Hətta hər biznesin bir dili var. O dildən danışmaq lazımdır. Yoxsa biz pessimizmə qapılsaq, yavaş-yavaş öz bacarıqlarımızı da şübhə altına alacağıq. İnsan öz haqqında pessimist düşünməyə başlayacaq. O məşhur bir söz var, deyir, pessimistlər düzün deyir, optimistlər pul qazanır. Yəni hər çətin situasiyada da bir işıq var. Oradan girmək olar. Mövzuya oradan girmək mümkündür. Yoxsa biz pessimist olsaq, o bizim ruhumuza və hərəkətlərimizə çevriləcəkdir. O məşhur bir söz var, mən Salam Sarvanın şeirindən də deyir, təklər üçün dünyanın mərkəzi də küncdür. Yəni, siz beyninizi onu elə yerləşdirmişsinizsə, mərkəz də sizə künc kimi gələcək və siz həmişə günahı başqasında görəcəksiniz, özünüzdə axtarmayacaqsınız. Eynən, əslində siz danışdıqca mənim gözümdə elə real baş verən keyslər canlanır ki, eyni şəkildə sizin dediyiniz kimi deyəndə ki, filan şey deyir, onlar onsuz da bunu eləməyəcəklər. Deyirsən, filan şey deyir, o bunu eləməyəcək, yaxın durmayacaq, amma həmin anda rəqib hərəkətə keçir və rəqib bunları eləyir və əlbəttə ki, önə keçmiş olur. Siz buraxılışın əvvəlində dediniz ki, mən niyə görə buna qayıdıram bir də, datada, bu tədbirdə, forumda hansısa yeni peşələr yaranacaq və siz onlar müəyyən çətin bir texniki tapşırıqlardan ibarət olmayacaq. Maraqlıdır ki, yaxşı, bəs bu süni intellektin olduğu bir dönəmdə siz nə düşünürsünüz? Hansı marketinqdə, hansı peşələr, hansı ixtisasları süni intellekt əldən alacaq və yaxud da bəlkə də almayacaq? Düşünürəm ki, ən çətin ala biləcəyi istiqamətlərdən bu gün üçün görsənən odur ki, yaradıcılıq və duyğu. Marketinqin içində duyğu var axı. Bəli. O duyğunu hələ ki kopyalaya bilməyiblər. İndi gələcək necə olacaq bilmirəm. Amma bu gün süni intellektin zaten ona görə sünidir. Yəni o təbii, o hissəni təbii olaraq kopyalaya bilmir. Qalan hissələr, texniki məsələlər olsun, tutalım ki, digital hissələri və yaxud reklam filminin çəkilişi, texniki işin detalları ki var, alqoritmləşdirilə bilir. Oturub onu proses kimi yaza bilirsən, onlar bir mənalı gələcək. Bu da bir trenddir əslində. İndi edirlər və mənim üçün çox, yəni sizin dediyiniz kimi də süni gəlir. Yəni orada bir mimika görmürəm, orada bir insani duyğuları görmürəm. Bu süni intellekt tərəfindən yaradılan. İnsan ona görə lazım olacaqdı. Oradakı o yaratsın onu. O da bir nəfər də gəlsin ona bir dənə axırıncı duyğu töksün.
Yenə də əldən çıxacaq da deyir. 100%. Düzdür, bu gün artıq production şirkətləri bundan əziyyət çəkirlər. Görünən odur ki, çünki reklam çəkmək işi heç də hamının bildiyi qədər çox asan bir proses deyil. Orada böyük bir komanda işləyir. Yəni söhbət əlbəttə iri kütləvi reklamlardan gedir. Və o məbləği hal-hazırda sadəcə çox cüzi bir məbləğlə süni intellektlə ən qəşəng istədiyin obraz, kino da elədir, doğrudan da elədir. Süjet xəttini yazırsınız, sizin özünüzün ssenarinizinə uyğun kinoya baxırsınız. Ya bunlar belədir. Biz dünən tədbirdə bir maraqlı məsələni müzakirə elədik. Sizin mövzunuza gəldim, sualınıza. Və biz xatırladıq ki, indi biz köhnələrdənik də. Xatırladıq ki, bir vaxtlar balaca butqalar var idi. Onun içində balaca bir 2 nəfər zad otururdu, telefona mahnı yazırdılar. Hə, var idi belə bir şeylər. Yəni o biznes onun üstündə qurulmuşdu. Gəlib telefonunu verirdin, mahnı yazırdılar. Ya da polifonik mahnılar. Şəkili buradan ora köçürdə bilmirdi. Ona gəlirdi, bir manat verirdi, onu oradan ora köçürdür. Bu cür ondan heç biri qalmadı. Yəni texnologiyada belədir. Nələrsə çıxanda nəyisə aparır, nəyisə də gətirir. İndi bu gün də süni intellekt mütəxəssisləri çıxacaq. Baxacaqsınız ki, dünən telefona mahnı yazırdı. Bu gün bu işlə məşğuldur. Özü transformasiya elədi. Bəli. Amma kimsə keçə bilməzsə qalacaq orada, o məcbur. Biraz da kitablarınızdan danışmaq istəyirəm buraxılışımızın sonuna yaxın. Bugünün marketinqini oxuyanlar nə öyrənəcəklər? Məndən bu yaxından bağlı sual vermişlər bundan bağlı. Bir görüş keçirtmişdik gənclərlə. Gənc deyəndə biraz özümün xəttinə demiş olurum, amma olsun. Gənclərlə görüş keçirtmişdik və onlar mənə sual verdilər ki, biz marketinqi hansı kitablardan öyrənə bilərik? Mən adlar çəkdiyim zaman mənə dedilər ki, bugünün marketinqi də var. Dedim ki, bəli, Rafiq bəyin kitabları var, söz yox, amma öyrənmək üçün yox. Əgər öyrənmisinizsə bu prosesi, maraqlı кейslərlə tanış olmaq. Yəni bu iş necə baş verir bilmək başqa bir şeydir. Bir də var, sadəcə sən bunu oxuyursan ki, belə bir şey ediblər. Yəni burada bir məlumatlıq əldə edə bilməmək tam başqa bir şeydir. Dedim ki, mütləq. İndi mənə maraqlı, mən o sualı ona görə sizə verirəm ki, yaxşı bugünün marketinqini öyrənənlər nə öyrənmiş olacaqlar? Deməyin bugünün marketinqi. Dediniz bayaq, eşitdi. Amma konkret olaraq nələr öyrənəcəklər? Bu gün istənilən mövzunu YouTube-da, Google-da 1 dəqiqənin içində, hətta indi ChatGPT-də bəli, 1 dəqiqənin içində nəzəri olaraq öyrənmək mümkündür. Amma adaptasiya çox çətindir, lokal adaptasiya. Biz bugünün marketinqinin ən önəmli özəlliklərindən biri odur ki, insanlar bildiklərinə başqa rakursdan baxırlar. Baxmağı öyrənirlər, кейslər üzərindən, nəzəri məsələlər üzərindən. Yəni nəzəriyyə var və praktika var. Bəli. Özünü praktikada sübut eləmiş nəzəriyyə güclüdür. Praktika haradır? Əgər bugünün marketinqi bugünün Azərbaycanıdsa buradır. Bəli, bəli. Burada özünü sübut eləmiş nəzəriyyələr, fikirlər, кейslər o bugünün marketinqindədir. Yoxsa ki, misal üçün, filan şey 3 yerə bölünür, o Amerikada da 3 yerə bölünür, başqa yerdə 4-ə bölünə bilər, hardasa 5-ə bölünə bilər. Bəs bizdə neçədir? Bizdə necədir? Bəlkə bizdə də 5-ə bölünür, amma başqa cür bölünür. Bəlkə ikisi işləmir, üçü işləyir. Bax, bugünün marketinqi məhz o reallıqları göstərir, bugünün bazarını göstərir. Bunu müqayisə bəlkə cobut və biraz da mübaliğəli olar. Yəni, özümüz haqqında mübaliğəli olar. Tutalım, bugün biz neyinirik? Deyirik ki, 13-cü əsrdə insanlar filan işlə məşğul olublar və bu araşdırmalar nəyə dayanır? Deyirlər ki, Nizami filan əsərində yazıb ki, o boş vaxtlarında getdi orada taxıl əkdi, sonra yoruldu, gəldi ağacın altında dincəldi. Bəli. Oradakı bir personaj, bəlkə də Nizami özü də bilmədən 500 il sonrası üçün o günün cəmaatının nə işlə məşğul olduğunu təsvir eləmiş olur. Onun yazanda məqsədi o deyildi ki, 2025-ci ildə burada bir nəfər fikirləşsin ki, 13-cü əsrlərdə gündəlik həyat tərzi nə idi? Elə alınırdı da. Yəni ədəbiyyat, yazılı ədəbiyyat ötürülür, qalır. Bəli, Ona görə də biz yazılı ədəbiyyata üstünlük verdik bu hissədə. Görürsünüz, digitallar var, o vaxt kasetlər var idi, bu gün yoxdular. Bəli. Nə qədər adam onu köçürtdü, bəlkə bir 90% köçürtmədi, elə orada qaldı. Eynən. İtdi, getdi. Düzdür? Amma kitab qalır axı. Bu, bugünün marketinqində ona xidmət eləyəcək. Yəni, hətta mən bugün, ilk kitabımız 15-ci ildə çıxıb, 10 il əvvəl çıxıb, oturub oradakı dərdlərə, sərlərə baxırsan ki, bugün necə sizə başqa cür gəlir. Amma həm də başa düşməyə çalışırsan ki, bax, 2025-ci ildə məsələn universiteti dünən bitirmiş gənc, oxu gör ki, 15 dənə problemlərimiz var idi. Biz hardan hara gəlib bu proses. Bunun özü belə sizə qabaq üçün bir işıq göstərəcək, yol göstərəcəkdir. Əla. Əla. Və istəyirəm bir 5 dənə cümlə deyəcəm sizdən, mif yoxsa həqiqət olduğuna dair məlumat alacağım sizdən. Süni intellekt marketinqçilərini əvəz edəcək, həqiqət yoxsa mif?
həqiqət. Artıq kreativ ideyalar yox, datalar qazanır. İdeya. Tədbir təşkilatçılığı sadəcə təşkilati işdir, yaradıcılıq tələb etmir. Mif yoxsa həqiqət? Mif. Marketinq yalnız reklam etməkdir. Mif. Azərbaycanda böyük tədbirlərə maraq azdır. Mif. Çox təşəkkür Sağ olun, edirəm Rahib çox bəy. sağ olun. Çox sağ olun. Sağ olun. Gəldiniz, dəyər qatdınız. Çox xoş oldu. Eyni Sağ şəkildə doğrudan da çox sağ olun. Sağ olun. Bəli, bizim bugünkü buraxılışımız da sona çatdı. Bugün artıq həftənin 5-ci günüdür. Növbəti həftədə fərqli qonaqlarla, fərqli mövzularla yenidən qarşınızda olacaq. Odur ki, bizi dinləməyə davam edin. Radionun dalğasını dəyişməyin. Eşidilmək ümidi ilə hələlik.